qəhrəman ata. Allah sizlərə səbir versin. İlk öncə can sağlığı versin. Qalan övladlarından xeyir görəsən. Hacı Əfqan, gözəl ata, həqiqətən də bugün sən bir hacı olduğun kimi də övladın sənin yolu getdi. Bugün sən fəxrlə, qürurla deyə bilərsən ki, mənim övladım Azərbaycanın torpaqları uğrunda təki vətən sağ olsun deyib silah əldə geri dönmədən üçrəyli bayraq altında şərəfsiz erməniləri torpağımızdan çıxardan igidlərdən də biri mənim övladım olub. Hacı Əfqan ata, son söz sizdədir. İstərdim ki, bugün gənc nəslə hansı öğütləri verə bilərdin qəhrəman atası kimi? Buyur. Dövlətimizi sevməyi, millətimizi sevməyi, hər bir kəsin evladı vətənim üçün, dövlətim üçün layiqli övlad olsun. Allah Azərbaycan gənclərini qorusun. Dövlətimizi, millətimizi qorusun. Mənim sözüm odur ki, gənclər yaxşı oxumaq, yaxşı təhsil almaq, dövlətimizin keşiyində durmaq, millətimizi sevmək, atasına, anasına layiqli övlad olsun bizim gənclərimiz. Amin. Allah bizim dövlətimizi, millətimizi, prezidentimizi qorusun. Amin. Var olasın. Siz ki, bizim qapımıza bu oruçlu ayında gəldiniz. Allah cəmi müsəlmanların tutduqları oruçlar Allahdan qəbul olunsun. Çox sağ ol. Təşəkkür, var olasan. Anam, siz də bir qəhrəman anası kimi, bugün Hüseynin anası olaraq, bir qəhrəmanın anası olaraq, gənc nəslə sizlərdən bir qəhrəman anası kimi birini öğüt istəyərdim. Buyur. Mən ən çox indiki yeniyetmə olan balalara, cəmi Azərbaycan balalarına ən birinci can sağlığı, Allahdan gələn can sağlığı, ağıllı, tərbiyəli, vətəninə, dövlətinə, atasına, anasına layiqli evlad olsun. Atasının, anasının əziyyətini yerə vurmasınlar. Amin. Torpağı sevsinlər. Əsas odur ki, vətənlərinə layiq evlad olsunlar, nankor olmasınlar. Amin. Nankor oldusa həyat yoxdur. Allah Taala heç bir bəndənin balasını nankor evlad edib qarşısına çıxartmasın. Amin. Mən bugünkü gün fəxr edirəm ki, mənim 2 oğlum, bir qızım var, düzür istəyirəm. Allah xoşbəxt versin qızı. Mən Hüseynlə çox fəxr edirəm ki, mənim oğlumun adına 2 dəfə Gəranboy rayonunda cido yarışı keçirildi. Dövlət səviyyəli. Dövlətimizin səviyyəsinin altında Gəranboy Məhərrəm müəllim. Çox sağ olsun deyirik Məhərrəm müəllim. Təşəkkür edirəm. Gözəl. Mənim oğlumun adını qəşəng çəkdirdilər. 2 dəfə oğluma idman yarışı keçirdi. Adına böyük bir küçə verildi, təsdiq olundu. Bir söz deyim gözəl ata, gözəl ana. Böyük bir asfalt çəkildi. Bu günləri qəhrəman şəhidlərimizi elə bir iş görüb, stil vəzifəsindən asılı olmayaraq küçə verilsin, idmanlar keçirsin. Vallah onlar da azdır. Bu günləri qəhrəman şəhidlərimiz üçün nələr etsək azdır. Çünki haqları ödənilməzdir. Bu gün yenə də Allah sağ var eləsin deyirəm ki, vəzifəsindən asılı olmayaraq hər bir insan şəhidin sevərək, şəhidin xatirəsi olaraq adına nə isə keçirdirsə, var olsunlar. Əlbəttə, birinci boyunlarının borcudur. İkincidəki çox sağ olsunlar. Əlbəttə, bax dediyiniz insanların adlarını dediniz. Allah onlara can sağlığı versin. Məhərrəm dediniz və onun Məhərrəm müəllimin icra hakimiyyəti Allah onun balasını sağlasın. Var olsun. Onu Gəranboy Cido Federasiyasının, Dövlət Cido Federasiyasının canını sağlasın ki, o cürə onun adına idman yarışı keçirildi. Böyük bir küçə verildi. Küçəmizə asfalt salındı. Hamısı onların xatirəsi üçün də əbədi yaşasın. Mən sağ olsun Respublikamız, dövlətimiz, millətimiz, mən 2024-cü həz ziyarətini yolladı. Heç kimin işi danılmazdır. Allah var eləsin. Var olsunlar. Allah şəhidlərimizi rəhmət, qazilər. Bugün şəhidlərimizlə də hacı Bahəm bədəninin müəyyən hissəsini vətən uğrunda qurban verib gecəni səhərə qədər sızıltı ilə açan təki vətən sağ olsun deyən qazilərimiz var. Allah qazilərimizə şəfa versin. Antiterror şəhidlərimiz var burada. Vətən müharibəsinin qəhrəmanları var. 44 gün nümadə antiterror şəhidimiz vətən müharibəsinin qəhrəmanı Eliyar Vəliyev. Allah ruhu şad eləsin. Və burada Sabuy qardaşımız, Allah şəhidi. Ülvü, Allah ruhlarını Məhəmməd, Allah ruhlarını şad eləsin. Evin tək oğlu, Şövqü, Elməddin, Pərvin. Allah ruhlarını şad eləsin. Hüseynin döyüş yoldaşı Aliyev Fərid. Allah ruhunu şad eləsin. Antiterror şəhidi. Burada şəhidlər, burada şəhidlərimiz.
Bu İmişlidəndir, Eldəniz. Eldəniz. Tanıyıram, onların ocağında olmuşam. İmişli şəhidi. Olmuşam onlarda. Antiterror şəhidimiz. Hə, Nəsibov Hüseyn. Hüseyn nə? Sizin övladınız da onu bildim. Əzzaliyev Seymur Bu da Teyyiboğlu. evin tək oğluydu. Ha, bilirəm, Eldəniz ildə olmuşam. Olmuşam onlarda. Allah ruhlarını şad eləsin. Allah bizim kəndimizin şəhididir. Allah ruhlarını şad eləsin. Biz hər zaman borc. Bax bu gün Ceyranboyda olub sizin ocağı ziyarət etmək mənim üçün bir qürur vericidir. Şəhidlərimizin şəkili var. Burada elə şəhidlərin şəkli var. Arxaya keçsin, üzr hesab eləsin. Nə, qorxusu yoxdur. Hal-hazırda var bu otaqda. Ellər Vəliyevin adına yazılmış kitabdır Vətən müharibəsi qəhrəmanı. Allah ruhunu şad eləsin. Bacım oğlu, qardaşım oğlu. Bu da hamısı mənim balalarım, qardaşım oğlu, bacım oğlu. Allah ruhlarını şad eləsin. Anam bu şəklinə bax, 2023-dəki şəklinə bir fikir verin. Allah rəhmət eləsin. Anam 2023-dəki şəkili. Anon qalıb? Yox, Hüseyin anasını. Ha, Allah ömür versin. 2023 şəkili Allah bu. ömür versin. Vəkil. Başın ağarmağı bax bu gün qəhrəman şəhidimizə görədir. Ana, sən ağsaçlarına qurban olaq. Ana, sən bu günləri övlad verdin vətən uğrunda. Biz sizinlə yenə də fəxr edirik. Allah sizi var eləsin. Qarşısında baş verir. Şəhidlərimiz nə var? Kərəm, Sənan, Elçin, Dağbəy, Hacəli, Allah ruhlarını şad eləsin. komada qalan şəhidimiz. Allah ruhlarını şad eləsin. Əhməd. Burada bütün şəhidlər, bu şəhidlərə, bu Geranboy şəhidləri. Hamısı burada anaların öz şəkilləri. Allah şəhidlərimizin ruhunu şad eləsin. Biz də özümüzə borc bildik ana. Bax biz sizləri tanımırıq. Ancaq bu gün şəhidlər bizə yol açdı. Sizlərin qapıya gəldik. Bax bizə o şəhidlərin ruhu gətirdi. Bir daha qarşında baş əyirəm, var olasan deyirəm. Düzdür, şəhid deyir, icazə verməsə heç kim onun ocağına girə Mən bilməz. sizə həmişə şeylər nədir? Səhifələrdə. Səhifələr, canlı yayımlarda görürdüm. Bəli, bəli. Bəli, canlı Allah yayımları sizə izləyirdim. ömür versin ki, Axır ki gəldim çıxdım sizə də. Mən siz Heç mən adımı deməmişsiniz dediniz ki, Xeyirxah Ford. Xeyr, xafot. Biraz orada həmişə baxırdım da. Bəli. Qıraqdan da izləyirik. Allah sizi var. Canınıza da giririk. Var olasınız. Biz sizin hər zaman qarşınızda Hacı Əfqan kişi və bizim Pərvanə anamız baş əyirik. Var olasınız. Övladlarınızı qalanından xeyir götürəsiniz və biz sizlərin vallahi çağırsız toyları olanda gəlməsəz nə bilim kişi deyirik. Çağırın sizin övladlarınızın toyunda da gələ işdir. Var olasınız. Allah sağ-salamatca mənim Nurlan balam da gəlsin. İnşallah hamının balası sağ-salamat gəlsin. İçində də mənim balam gəlsin. İnşallah Hüseynin işığını yandırsın. İnşallah, inşallah. Hüseyin biz olmayandan sonra Hüseyini nə bilim. İnşallah Allah səbir verər. İnşallah qardaşımızın da toyunu görərsiniz. Allah sizi var eləsin. Bəli, Hüseyin haqqında qısaca məlumat verirəm. Hüseyin cidoist olub, üçrəkli bayrağımızı dalğalandırıb. Ancaq Hüseyin bu gün də Yeni Azərbaycanın üçrəkli bayrağını əbədi dalğalandıraraq torpağı azad etdi. Hüseynin simasında bütün şəhidlərimizin ruhu qarşısında baş əyirik. Bir daha Biləsuvar qəhrəmanlar diyardan ziyarət etməyə gəldik. Ceyranboyda olduq. Hüseyin qardaşımız, antiterror şəhidi vətən uğrunda canından keçən Hacı Əfqan oğlu və anası Pərvanə anamızın qarşısında baş əyib ocağında ziyarət etdik. Bir isyan çayını içib və yolumuza davam etməyə özümüzə borc bildik. Var olasınız, qarşısında baş əyirik. Çox sağ olun.